Artıq elə bir səviyyə yaranıb ki, biz Chelsea ilə oyunda qələbə qazana bilmədiyimizə görə üzülürdük. Artıq bir hal bizi qane eləmir. Andrade'nin artıq liqa mərhələsində bu 3-cü qol oldu. Ərtem Şenerin şərhi barəsində fikirləşsinlər. Bir müsbət bir haydi. Xoşuma gəldimi? Burada Galatasaray 2-24-də düşdü artıq deyə bilərikmi sizcə? Ama özüm əsəbləşdim ki, oradan 150 olsam çıxarıb soxaram bunu meydana. Orası tutulmaz əsəb deyil istəsə. Həqiqətən biabıcı. Hareketli bir rəylər hareketli ama. Herkese selam. TikTok online'dasınız. 13-cü Playmaker'dan qarşınızdayıq. Tam sürətli bir şəkildə davam edirik. Verilişlərimiz, proqramlarımız, hər şey yolundadır. Qarabağın qalibiyyətləri kimi hər şey yağ kimi gedir. Elgün, Rəsul, mükəmməl nuruzlu insanlar və mən öz yerimdəyəm. Biz hal-hazırda bu çəkilişimizi noyabr ayının 8-də eləyirik və bu gün bizim ölkəmiz üçün, tariximiz üçün çox önəmli bir gündür. Zəfər münasibətilə bütün xalqımızı bir daha təbrik edirik. 44 günlük müharibə ərzində şəhidlərimiz, qazilərimiz tarix yazdı. Onlara borcluyuq, minnətdarıq. İnşallah ki bu zəfərimiz daimi olar, müstəqilliyimiz əbədi olar. Siz nə fikirləşirsiniz dostlar? Qarabağ forması ilə əynində Elgin bir fikirlərini alaq başlayaq. Qalib ölkənin qalib komandanıza keçirik. Qalib ölkə vətəndaşı kimi. Yəni bu gün hər birimiz üçün mən də çox fəxr hissi keçirirəm. Bu gün bu müharibənin illərlə uzanmaması səbəbi, məsələn, Ukrayna-Rusiya müharibəsi kimi olmaması səbəbi şəhidlərimiz, qazilərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bu gün biz burada rahat-rahat çəkirik bu bölümü, siz də izləyirsiniz. Əlbəttə. Əsas sənin hisslərin, təəssüratların necədir? Təbii ki, qürurvericidir, unudulmaz bir hadisədir. Bu 8 noyabr 30 illik həsrət bitdi və Qarabağın meydanda etdiklərini Azərbaycan dövləti vətən üçün elədi və torpaqlarımız nəhayət ki geri qayıtdı. Təbii ki, fəxr hissi ilə hər il bu günü qeyd edirik. Allah, şükürlər olsun bir daha ki, həsrətini çəkdiyimiz torpaqlarımızı qaytardıq. Allahdan bir daha şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə də sağlamlıq diləyirik. Biz də keçirik Qarabağın Avropanı fəth eləməsi haqqında danışmaq. Qarabağ dedik, Qarabağın yaşıl meydanlarda olan zəfərlərindən, mübarizələrindən danışaq. Gün keçən bölümdə Rəsul bizlə bir yerdə idi. Bu dəfə səndən başlayaq. Qarabağ haqqında nə fikirləşirsiniz? Adətən Qarabağ haqqında belə dedim, fikirlərinizi soruşanda ilk olaraq şey deyirdim, hissləriniz necədir falan deyirdim də. Çünki daha çox bizim sentimental tərəfimizə xitab edir də. Amma artıq məncə hiss səbəbi yoxdur. Söyləşdirdi bizə. Alışdıq artıq. Biraz belə şey tərəfdən baxdı artıq Qarabağın texniki tərəfdən artıq oyunlarını analiz eləməyə baxaq. Yəni ölkəmizdə yaşatdığı uğurları futbol meydançası tərəfindən rəylərimizi bildirməyə çalışaq. Nədir ilkin təəssüratların? Nə deyim aynı haqq. Qarabağ göstərir oyunu ilə. Hamımız görür ki, Qarabağ neyini. Bayaq qeyd etdiyim kimi artıq hiss tərəfindən yox, futbol tərəfinə baxırıq. Artıq elə bir səviyyə yaranıb ki, biz Chelsea ilə oyunda qələbə qazana bilmədiyimizə görə üzülürdük. Artıq bir hal bizi qane eləmir. Bəli. Kaşkuna epizodu gol olsa biz Chelsea-ni udurduq burada. Həmin oyun ciddən nəticə bir qırağa Chelsea ilə heçsə eləməyə çox əla nəticədir. Adamlar bir neçə əvvəl PSG-ni məğlub edib Dünya Kupası çempionatının qalib oldular. Əlbəttə. Yəni bundan tərəfə bir şey yox idi, bəs son 4-5 ay üçün deyək. Elə bir səviyyə yarandı ki, biz Chelsea-ni uduruq və statistikada öndə oluruq. Birinci isə biz Chelsea-ni əzmişdik. Top faizi xaricində hər bir şeydə biz üstün idik. Gol hücumları, hücum sayında üstünlüydü, zərbələrdə, dəqiq zərbələrdə. Yəni Chelsea-ni bildiyin qapısına sıxmışdıq əməlli başlı. Oyun hissəsinə gələk, yenə də Qurbanov inanılmaz bir analizlə. Yəni Chelsea biraz bizi boşladı, yəni onun səhvinin daha doğrusu nəticəsini gördülər sonda. Amma yenə də Qurbanovun elədikləri, yəni o komandanın analizi doğru, oyunçuların doğru mövqedə oynamağı hər şeyi dəyişdi. Chelsea Enzo Caicedo ikilisi ilə çıxmadı ki, hər halda rahat qələbə ilə qayıdarlar. Amma Qurbanov göstərdi ki, burada rahat qələbə yoxdur. Qarabağ ümumiyyətlə qələbə yoxdur. Ümumiyyətlə qələbə yoxdur.
Qarabağ evdə heç kimə rəhm eləmir. Biraz Rəsul davam eləsin, yenə taktiki tərəfə qayıdar. Oyunçularla bağlı danışacağam. Bu Enzo Caicedo oyuna girdi amma yenə bir şey dəyişmədi də. Yəni daha vacib oyunçular məsələsindən. Bir də belə bir şey var da Rəsul. Hal-hazırda bəlli ki, rəqiblərimiz bizi daha aşağı görürlər. Yəni əslində bu onlar tərəfdən normaldır, amma bizim də məncə istədiyimiz də budur. Ona uyğun bir taktikalar qura bilirik ya da analizdə düzgün şəkildə apara bilirik. Elgün fikirlərinə qatılırsan, Qurban Marescanı əzdi keçdi. Başa saldı ki, Guardiola kimdir burada Qurban olur. Akıllı ol. Gerekirse bütün sülaleni keserim. Əzli keçdi. Maresca öz qazdığı tələyə düşdü. Elgünə qeyd etdiyi kimi. Biraz ciddiyə almadılar və bunun da səhvini görürlər. Qurban Hoca taktiki cəhətdən təbii ki, yedi. Kukurelanı necə zərərsizləşdirmək lazımdır, onu elədi ki, Kukurela oynadı, hər yerdə. Amma ümumi olaraq onu zərərsizləşdirməyə bacardılar. Düzdür, Kaydı biraz zədələndən sonra planlar pozuldu. Həmçinin də rəqibin belə deyək də, o keçən bölümdə Cavid bildirmişdi, nəsə özündən bir şey yaradır. Kompani üçün. Kompani üçün və Maresca da özündən bir şey yaradı. Burada müdafiə ikililərindən biri ömrü boyu professional karyerasında müdafiədə oynamayıb. Bəli. Ömrü boyu müdafiədə oynamayıb, yəni tam olaraq mərkəz müdafiəçisi kimi. Və Qurban Qurbanov bunu tutub bunun üzərinə yeridi və çox gözəl nəticə gördük. Andrade'nin artıq liqa mərhələsində bu 3-cü qol oldu. Burada halal olsun, mükəmməl oynayır. Amma belə bir şey danışaq da, sizcə məsələn hal-hazırda ürəyimizcə olan bir hücumçunun olmaması yarım müdafiəçilərimizi ön plana çıxarırmı? Ya da məsələn bu Camilo Duran'ın belə deyək də bir o poacher hücumçudan əlavə digər bu false nine işlərini də görür də. Müdafiəsən demiş, Hatoya elətdirdiyi səhv elə onun başqa bir hücumçu bəlkə də eləyə bilməzdi. Yəni bu tip məsələləri də varmı, amma bu hücumsuzluğun üstünlükləri varmı səncə? Biz düşünsək ki, bu dəqiqə məsələn Neftçiyə Abubakar gəlib. Məsələn Abubakar Qarabağda olsaydı, məncə fərqli ssenarilərdə görə bilərdik bəzi oyunlarda təbii ki. Yarım müdafiəni önə çıxardır, amma məsələn ikinci qolumuzda mən yenə də yarım müdafiənin səhvi idi. Orada topu İkinci buraxdığımız qolda Yankovicin səhvi. Yenə Yankovicdən topu aldılar. Amma ümumi olaraq bəli, yarım müdafiə. Əsas olaraq zaten Chelsea yarım müdafiədə sıxmaq lazım idi və bunu da Qurban Hoca çox gözəl şəkildə bacardı. Allah olsun. Bir daha Qurbanov çox böyük işlər görür. Yenə də deyirəm, mən istəyirəm ki, Qurbanov getsin həqiqətən. Yəni çox istəyirəm ki, yəni bu Qarabağdan bir problem yoxdur əlbəttə ki, yəni ölkəmiz uğurlu olsun. Bu hər birimizi qürurlandırır. Qarabağ hər birimizin klubudur zaten. Ya Qurbanov böyük arenada izləmək mənə inanılmaz ləzzət eləyir. Ya bir də özəlliklə bir Azərbaycanlı bizi xarici təmsil etməsi məsələsi məncə ölkəmiz insanları üçün daha önəmli olmalıdır. UEFA bu arada maçın oyunçusu Estefao seçdi. Amma gəl biz Qarabağ tərəfdən danışaq. Səncə maçın oyunçusu kimdir? Elgin biraz. Səncə çox bəllidir. Sən bu cinah müdafiəçilərinə olan sevgin var. Çünki müasir futbolda artıq cinah müdafiəçilərin rolu, yəni necə deyim, fərqlənir və daha ön plana çıxır da, belə deyək. Silva inanılmaz oynayır həqiqətən. Bəzən fikirləşirəm ki, bəlkə mən şişirdir, mən xoşum gəlir oyunu. Deyirəm 2x məndə artır da bunun dəyəri. Amma məsələn şeyə baxıram, statistikalara baxıram. Duran Çempionlar Liqasında 2000 mübarizələrdə ən çox qalib ayrılan oyunçudur. Hal-hazırda 4-cü sırada 45 dəfə qalib ayrılır. Oy maşallah. İnanılmaz bir sayı. Hər oyuna 11 dənə 2000 mübarizədə qalib ayrılmaq düşür. Yəni normalı bunun 5-6-dır da. Yəni adam 2 qatına gəlib çıxır. Yəni Silva inanılmaz oynayır. Həqiqətən yorğun halı ilə belə oynayırdı. Cinahda 70 dəqiqə qaçdı, sonra gəldi müdafiədə 20 dəqiqədə elə idarə elədi. Bir tur əvvəl Nico Williams'ı zərərsizləşdirdi. İndi Gittens'i. Yəni Garnacho'nun epizodunda da sadəcə yəni gol epizodu bir şanssızlıq idi. Orada Silva öndə idi. Anında nə şutuma keçdilər, yəni vurdular. Onun xaricində deməli Garnacho yəni oynamaq imkanı vermədi oyun boyu. Adam dəhşəti dərəcədə yaxşı oynayır. Qurban Hoca 24 milyonluq heyətlə, yəni bu oyunu oynatmağı, Chelsea-yə qarşı nə oynatmasan desələr, yəqin çox adam açıq futbol oynatmazdı. Yəni öndə pressing eləməzdən biz 4 nəfərlə 16-lığın xaricində o yarım dairənin orada 4 nəfərlə pressing eləyirdik biz. Yəni Qurban Hoca o qədər komandanın doğru formada verdi, meydana yayır ki, həmin o pressingdən əgər Chelsea yəni 2 dəfə çıxa bilmədilər, gol vurduq zaten birinci hissədə. Çıxanda da artıq geri dönüb çatdıra bilirdi. Yəni taktik olaraq Qarabağ həqiqətən Chelsea-ni, Marescanı çox rahatlıqla əzdi keçdi. Bəs sən bir oyunçunu önə çıxarmalı olsan, kimi deyərsən? İndi Da Silvanı Elgün seçdi, sən də başqa bir oyunçu seçsək kimi deyərsən? Mən Duranı seçərəm. Məncə Duran çox gözəl şəkildə oyun oynadı və yəni də ikili mübarizələrdə də qalib çox oldu müdafiəçilərinə. Həm topsuz oyunu, tam Nərimanın topsuz oyunu daha yaxşıdır hardasa. Daim olaraq işləyir deyə, qaçır deyə. Amma Duran
çox gözəl şəkildə, çox ağıllı şəkildə rəqibi çaşdırmağı bacarır topsuz oyunlarda. İstər pressing olsun, istər nə, yanında belə gəzəndə belə rəqib görürsən ki, artıq belə özünü düzəldir və məncə oyunun da gedişatına çox fayda verdi, dəhşət çoxlu fayda verdi. Ona görə məncə Duran. Duran önə çıxarsan. Tamam, qəşəng. Duranın çox qəribə bir özəlliyi var. Çox cəld hərəkət edir. Ani məsələn riski sağa, yəni oyunçunun yanına gələcək, çox anidən belə üstünə cumur oyuncunu. Ona görə məsələn oyunçular çox səhv edə bilər, pressingdə top ala bilirlər. Yəni hər oyunda Juninho da elə idi məsələn. Yaxınlaşırdı, anidən necə pressing eləyirdi, yəni oyunçu özünü itirirdi. Duranda da o şey var. Bu heyətdə Juninho'nun da olduğunu düşünün. Oyunda ilk 8 hədəfləyər deyə. Dostlar, sizdən xahiş eləyək, sizcə Qarabağ Chelsea oyununun adamı kim idi sizin fikrinizcə? Rəylərdə yazın da. Rəy də yazmışkən orada abunə olunan like düymələrini də basın. Davam edək. Bax son zamanlarda belə bir tendensiya var da, bu türklərin Qarabağa olan marağı söhbətdə. CBC Sportun da kanalında belə deyim də oyunu şərh edəndən biri Ərtəm Şənər idi Rəsul. Ərtəm Şənərin şərhi barəsində fikirləşsin ümumiyyətlə bir müsbət bir haydi xoşuma gəldimi? Çox gözəl, fərq çox hiss olunur. Həqiqətən də özündən bir sözlər var. Bazı gecələr nə bilim, nəsə elə bir sözlər dedi orada. Ona tutmadı amma onu demişdi. Onu səhv eləmirəmsə Fenerbahçe Chelsea oyununda demişdi 2008-ci ildə. Ertem Bey, bazen öyle geceler var ki hiç vakti unutulmaz. Bazı geceler vardır unutulmaz. Bazı geceler vardır siyahdır ama sonu aydınlıktır. İşte Karabağ'ın sonu da ne zaman karanlık olmuş ki hep aydınlığız, hep aydınlığız. Çox gözəl və fərq də bayağı hiss olunur. Adam artıq o Çempionlar Liqasını hiss eləyir. Bizim çox spikerlərdən onu deməyim, İsmail qonaq gələcək. Hə, İsmail xarici. İsmail və bura gələcək qonaq olan spikerlərdən başqa. təbii ki, səviyyə fərqi hiss olunurdu. Ölkəmizdə də bir çox Nə oldu? Yeni ölkəmizdə bir səviyyə fərqi təbii ki hiss olunurdu və bizim uşaqlıqdan bəri baxdığımız Çempionlar Liqasının belə doğmalaşır artıq ki, oyda Qarabağ o səslər altında oyun oynayır. Aysa. Çox gözəl idi. Bir də Ərtəm Şənərin sanki Çempionlar Liqasındakı maç şərh eləmə təcrübəsi də çoxdur da. Yəni bizim şərhçilərimiz də əllərinə gələn illəri onlar da işlərində uğurludular, amma Ərtəm Şənər Çempionlar Liqası təcrübəsi daha çoxdur. Təbii ki. Bir də öz milli klubu kimi də şey eləyibdi. O Ərtəm Şənərin tərzi də çox əla idi. Ona görə xoşumuza da gəldi. Yenə gəlsin, Ərtəm Şənər yenə dəvət edir. Gəlsin. Təbii ki, gəlsin və mən çox istəyirəm ki, Qarabağın oyunçularına aid də belə maraqlı şərhlər versinlər. Pirlo'nun atası nə bilim nə olub deyə əvvəldə nə verir deyə. Bu arada bir də dedi. Kadi haqqında dedi 20 nömrə Alex'lə bağlılığı var. Mesela Alex, atası Alex'in dostu nədir belə bir şey. Çox maraqlı. Bəlkə ciddi deyilsə çox maraqlı bir şey. Necə öyrənib, hardan bilir onu? Ərtəm Şənər hətta oyundan sonra da mətbuat konfransında iştirak etdi. Qurban sual da verdi ki, sən qalıb burada Ferguson olmaq istəyirsən, yoxsa Mourinho, Guardiola kimi başqa klublarda eləmək istəyirsən? O da cavab verir ki, elə anam məni qurban olaraq dünyaya gətirib, mən elə belə qalsam artıq. Karabağ'da kalıp Karabağ'ın Alex Ferguson mu olmak istersiniz? Yoksa Karabağ'dan ayrılıp Pep Guardiola gibi, Mourinho gibi mi olmak istersiniz? Ətəm bəy, məni anam bu dünyaya qurban kimi gətirib. Elə qurban kimi olmağım məncə daha yaxşıdır. Türklərin bu qədər Qarabağa olan münasibətini səmimi sayırsan ümumiyyətlə və yəni birdən-birə Qarabağ sevgisi oyandı da, bu sənə müsbət bir şeymiş kimi gəlir, sənə ləzzətmi eləyir yoxsa belə səmimiyyətsiz bir şeymiş kimi gəlir? Əslində hə türk olduğumuza görə və qardaş millət olduğumuza görə yəni səmimi gəlir. Çünki biz necə məsələn Kayrat Çempionlar Liqasına çıxanda biz də sevinirdik. Hətta bir bölüm yəni ondan bir müddət danışdı. Bu şeydir də biraz türkçülükdən gəlir. Biraz o zəif deyəndə biraz nisbətən kiçik klubların belə uğuruna sevinməkdən gəlir. Biraz da qardaşlıq söhbətinə görə, yəni qardaş millət olduğuna görə necə ki biz Qalatasaray, Samsunspor məsələn, mən Samsunsporu izləyirəm, hər oyununu izləyirəm. Fənərin oyununa baxmadım, məsələn, Samsunsporun oyununa baxdım, amma adamlar yəni istərsəməz sevinirsən. Həm zəif klub, bayaq dediyim o zəif klub olub yüksəyə çıxdığına görə, həm də ki öz qardaş dövlətin, türklərin klubu olduğuna görə necə ki biz sevinirik. Məncə Qarabağa da onlar elə sevirlər. Və Qarabağ elə şeylərlə bacarır ki, bunu 24 milyonluq heyətinə bütün dünya sevir, nəinki türklər sevir, hamı izləyir. Allah, nəinki türklər, sən demiş, yəni bütün Avropanın gündəminə otururuq. Hətta yəni İngiltərə mətbuatında da gündəm biz idik. Orada daha çox Chelsea-nə belə biabr edirlər, Mareskanı. Hətta bu Henri Gilin verilişində də Qarabağdan danışırdılar. Yəni artıq Qarabağın adının keçməsi çox önəmlidir bu arenada. Yəni Qarabağ bizim üçün çox daha önəmli bir termindir də, belə deyək də. Bir futbol klubunun daha artıq bir şeydir həqiqətən. Onun üçün bunu Avropada
bir şeylər bacararaq danışdırtmaq məcburiyyətində qalması rəqiblərimizin ya da belimdə böyük ölkələrin vətəndaşlarının bizim çox böyük tanıtıma səbəb verən şeylərdir. Çünki bir zamanlar düşmən qonşumuzun elədiyi kimi təxribatlara yol açaraq ya da nə bilim bizim milli musiqi alətlərimizi özlənişləşdirərək eləməkdənsə ortaya bir nəticə qoymaq, o forma ortasındakı Azərbaycan bayrağını da belə yüksəldərək daha müsbət bir belə deyim də imic yarada bilir Qarabağ. Qarabağa təşəkkür edirik bizə həqiqətən yaşatdıqları üçün və uğurlar arzu edirik. İlk 24-ü gözləyirik artıq. İlk 24-ə düşməliyik inşallah. Önümüzdə Napoli oyunu var. Napoli oyunda da bütün futbolçularımıza, məşqçilərimizə uğurlar arzu edirik. Növbəti mövzuya keçirik. Türklər dedik, qardaş ölkə dedik. Qalatasaraydan danışaq. Biraz da Qalatasaray Ajax oyunundan başlayaq eləcən. Qalatasaray Ajax oyununda səfərdə qələbə qazandı. Məncə yəni bu Ajax hal-hazırda düzdür. Performans olaraq formunda deyil. Çempionlar Liqasında ən axırıncı pillədə yer alan klubdur. Amma hər bir halda bir tarixi olan, bir məktəbi olan, Johan Cruyff Arena, yəni bu bir mədəniyyəti uddu da əslində belə deyə bilərik də Qalatasaray. Bir də türk klubları Hollandiya səfərindən neçə dəfə qalib şəkildə ayrılıb ki, yəni bu Heç ayrılıb ki. heç ayrılıb da. Bu böyük bir uğurdur. Təəssüratların necədir Qalatasarayın Ajax qalibiyyəti barəsində? Mən bizə cümlə deyəcəm bu. Deyəsən. Osimhen olan kazanır. Osimhen inanılmaz bir adamdır. Adam göstərir ki, həqiqətən göstərir ki, 75 milyon az onun üçün. Bir adam necə bu qədər hələ qapıçı, Pasfer şeyin qapıçı, Ajaxın qapıçı 42 yaşında haralara tullandı, top çıxardı. O dəlidir 42 yaşında yəni. İnanılmazdır. Yəni topu saxlayır. Caner şeyini keçib şey qol deyirəm. Ondan sonra bitirdik. Çox rahat eləyir. Adam topu saxlayır, ayağıyla atır oyunçunun üstündən. Yəni o qədər cəhət ayağını hərəkət etdirməməlidir. Yəni normal bir insan etdirməməlidir. Osimhen normal deyil, cidden normal deyil. Hə. Nəsə bir şey var, onun genetikasında bir problemi deyil, üstünlüyü deyim, amma yəni normal deyil bu şey. Qalatasaray ümumiyyətlə çox yaxşı oynadı. Yəni ilk 15-20 dəqiqəni, hətta ilk 30 dəqiqəni topla oynadılar, sıxdılar. Şanssızlıqdan qapıcının da möhtəşəm oyundan vura bilmədilər. Yəni, Ajaxa qarşı tam gücü ilə oynadılar ikinci hissəni və Osimhen'in möhtəşəm oyunu və penaltilərdə mən həmişə inandığım bir şey var ki, bir oyunçu ikinci dəfə penalti verməməlisən. Aha. Çünki çox qaçırırlar, dəhşət çox qaçırırlar ya. Bəlkə 10 oyunçunun 5-də bu olur. Osimhen vurdu amma ya. Orada da o sınaqdan keçdi, adam gol vurdu. Yəni Galatasaray çox ağıllı oynadı. Okan vurub Avropanı artıq tam tutub, yəni Avropada futbol tutub. İnşallah. Yəni inanılmaz məsələn. İnşallah. Qarabağdan danışdığımız kimi, daha doğrusu Qurban Hocadan danışdığımız kimi Avropaya getməlidir. Məncə artıq Okan da getməlidir və bunu haqq eləyir artıq. Yəni bu ilki performansı onu Bu ilki biraz performansı göstərəcək. Okan Buruk'un hal-hazırda bizim Qalatasaray karyerasında, məşqçiliyində Avropadakı prime dövrünü yaşayır deyə bilərik də yəqin ki. Təbii ki, yəni Bavariya yaxşı oyunları olub, United olub, Tottenham olub, amma bu sadəcə bir günlə qalıb da, yəni yadımızda. Yəni bir türk klubunun 3 oyun dalbadal qələbə qazanması, onun içində Liverpool qələbəsi də olması vacib bir məsələdir. Elə bil ki, dəyişiklik barəsində də məsələn ən çox tənqid edilən vəziyyətlərdən biri dəyişikliyi idi Okan Buruk'un da. Ya gecikirdi, ya eləmirdi. Bu oyunda gördük ki, ilk 45-i, yəni 55-60 belə gözləmədi adam. 45-də sən demiş, qərarını verdi. Saranı çıxartdı, Sallayni hücumçunun arxasına atdı. Yəni belə bir ağıllı, məntiqli bir qərar verdi ki, onun orada ona ehtiyacı var da. Burada Qalatasaray ilk 24-də düşdü artıq deyə bilərikmi sizcə? Düşüb. 100% ki düşüb. Və mən Okan Buruk'u pisləyəndən sonra adam bayağı artırır, hər gün artırır. Hər dəfə baxıram ki, bu adam nə oyunlar çıxardır. Həqiqətən də top məşqçilərin etdiklərini edir hal-hazırda. Yəni nə barədə? Adam səhv qərar vermir. Oyunçularına zaten siz də qeyd etmişdiniz ki, kommunikasiyası çox güclüdür, amma taktiki tərəfdən geri qaldı və taktiki tərəfdən də artıq özünü inkişaf elətdirir. Və bu bilinir ki, adam özünü inkişaf elətdirir, adam araşdırır. Biz Qurban Hocada bəyəndiyimiz var idi, hansı ki, qeyd etmişdik ki, araşdırır, adam daimi olaraq öyrənir. Ki Okan'ın Avropa təcrübəsi də çox olan adamdır və bunu da hal-hazırda düzgün şəkildə istifadə edir. Adam Avropa arenalarını görüb bilir və hal-hazırda adaptasiya edir Qalatasaray. Və 3 oyun ardıcıl qələbə məncə heç kimin ağlına gəlməzdi ki, türk klubları Çempionlar Liqasında 3 oyun ardıcıl qələbə eləyəcəklər. Və Qalatasaray bunu bacardı. İlklərin komandası olan Galatasaray. Burada Galatasaray'a reklam olacaq. İlklərin və ənlərin komandası. Deməli biz öz aramızda danışanda deyirik ki, Osimhen top 5 hücumçudan biridir. Nə bilim, Osimhen əla hücumçudur. Onu keçə biləcək çox əllə sayılacaq hücumçu var. Bəzi insanlar bundan razılaşmaya bilərlər də çox normal olaraq. Amma biz kağıza baxsaq, rəqəmlərə baxsaq, hal-hazırda Osimhen Çempionlar Liqasının bombardiridir. 6 qolla Çempionlar Liqasının bombardiridir və ikinci yerdə olan onun rəqibləri ki var
Yəni burada müqayisə etdiyimiz adlara baxın. Kane, Mbappe, Haalandın ondan bir oyun çox keçirmişliyi var. Belə bir məsələ var. Nə bilim biraz danışmaq lazımdır. Sanki Osimhenin 75 milyon sanki ucuz deyə Osimhen üçün nə fikirləşirsən? Osimhen biraz Türkiyədə olduğuna görə kölgədə qalır. Yəni Türkiyə liqası nə dərəcədə ciddi alırlarsa Avropada. Yəni ona görə çempionat olaraq zəif olduğuna görə yəni Osimhen çox gözə batmır. Amma adam gəlir çıxır Çempionlar Liqasına, sən demiş bir oyun az keçirir, Palmeiras siyasətində birinci yerdədir. Hətta bir oyun az keçirdiyi oyun Eintracht oyundu. Bəlkə də Osimhen olsaydı, yəni o da fərqli olardı. 100%. Ən azı bir gol vurardı. Yəni çox fərq yarada bilərdi. İlkayın Barış'a verdiyi pası Osimhen'ə verərdi. Yəni, o 100% vurardı. Oy Barış nedir? Sonra qarşıda Sencillos oyunu var. Atletico Madridlə evdə oyunda da yəni bir nəticə qazanmaq. Ən azı mən Osimhen biraz gol vurmaq tərəfindən fikirləşirəm. Yəni o oyunlarda da gol vurar. Yəni adam 8-9 qola rahat çıxa bilər böyük ehtimal Çempionlar Liqasında. Yəni bu da zarafat deyil. Galatasarayda bunu eləmək nə qədər yaxşı oynasalar da, yəni sənin qarşında sən demiş City kimi komanda var. O boyda komandalar var, da top klublar var. Real var, nə bilim, Bavariyası var, Real var. Bavariya, bir sürü komanda var. Və birinci yerdə olan sən amma məsələn Sara ilə falan oynayıb birinci yerdəsən də, yəni də inanılmaz bir nəticədir. Osimhen həqiqətən yəni haqqı pul cəhətdən verildi 75 milyon Əlbəttə. amma ümumən haqqı verilmir. Osimhen anormal bir futbolçudur da, yanaşırıq ona. Yəni müsbət mənada deyirik bunu. Bir anormal dəlidə müdafiə də var, Singo var ya orada. Biraz o Singo dəlisi haqqında danışmağı xahiş edirəm səndən. Bu müdafiənin Osimhen'dir deyə bilərik onun haqqında. İnanılmaz Galatasaray çox yaxşı qiymət aldı. Mən hətta şey deyirdim, yəni təzə gələndə Singo-nu nə qədər izləmişdik də ümumi olaraq azarkeşdə olaraq. Hətta Fransa liqasına nə qədər baxırıq? Monaco-ya nə qədər baxırıq, Fransaya nə qədər baxırıq. Adam çox inanılmaz. Həqiqətən o da 30 milyon haqqını verir də. Yəni inanılmaz oynayır. Yəni o Ajax-la oyunda bir keçidi var, sinəsi ilə topu oyunçunun. Müdafiədə o risk eləyə biləcək kim var başqa? Çox rahat da və o Singo göğsüyle çalım atıyor. Ben göğüsle çalım hiç görmedim. Driplikle yetişemiyorlar. Bir omuz atıyor adam 3 metre uçuyor. Türklər bir söz var, çox rahat, çox professional. Yəni, o da Singo inanılmaz rahat oynayır. Yəni tamam yaxşı müdafiəçi ola bilərsən, fizikin güclü olar, sürətin, topu yaxşı ata bilərsən, amma soyuqqanlı olmaq, yəni məsələn bizdə Medina elədi. Ona görə Medina həmişə azarkeşlərdən xüsusi sevilir də. Belə çox qəlbi ciddi hərəkətlər eləyir də yaxşı mənada. Galatasarayda Singo. Adam inanılmaz riskli oynayır, amma heç səhv eləmir yəni. Bu qədər dəqiq oynayır. Həqiqətən, yəni o qədər rahat izləyirəm ki, top Singo'da olanda. Yəni səhv eləsə belə toparlayacaq düşünürəm də, yəni. Davinson da biraz oydu. Davinson səhv eləyir, səhvləri çoxdur, amma Singo eləmir. Yəni çox qəribədir. Davinsonun məncə Galatasaray karyerası yox, amma Avropa karyerası sən deyən kimi idi. Yəni səhvlərə meyilli idi əslində. Biraz Tottenhamdan düşməsi səbəb də oldu. Biraz mental çəkinliklə yaşaya bilirdi. Bir Singo haqqında danışdıq. Bir də yəni, mütləq şəkildə Lemina barədə ki, danışmalıyıq rəsmi. Yəni bir də Lemina və Singo özəlində danışmağı xahiş edəcəm, amma bir dənə qeyd bildirim. Bu oyuncuların Avropa arenasında hələ mən yaxşı oyununu görməmişəm. Ancaq əla oynayırlar. Görürsüz, yəni Elə bir bir qəpiklik oynayır. ancaq əla oynadı. Ciddi deyirəm. Yəni hələ yaxşı oynadı Lemina da, Singo da yaxşı deməmişik elə. Əla oynayırlar. Yəni Frankfurt oyunu xaric tutaq da o məncə birbaşa Okamburg yanlış idi, yəni. Hə. Necə ki bu oyunlar Okamburgun düzgün qərarı, o da onun yanlışı idi. Olmamışım davranaq. Yəni bu oyuncuların davamlı şəkildə əla oynaması, yəni Singo, Lemina, atletizmə önəm verən futbolçular, yeni nəsil Galatasaray. Nə fikirləşirsən bu mövzular barəsində? Ümumiyyətlə bu da bir daha bizə sübut edir ki, müasir futbolda atletizm çox önəmlidir. Fiziki güclü olan oyuncular çox önəmlidir. Və istər-istəməz Türk olub və ya Türkiyədə karyerasının böyük hissəsini keçirmişlərdənsə, daha çox xarici ölkələr görmüş, Avropa falan zəif komandalarda oynamış olsalar belə, onun fərqi hiss olunur. Ki, bu adamlar sən dediyin kimi fiziki özəllikləri üstün olan oyunculardır və bunlar səhv etmirlər bunu və güclərinin harda xərcləmək lazımdır onu da bilirlər. Fizikisi bu qədər güclü olub, həmçinin də mental olaraq, ağıl olaraq da daha güclü olmaları insanı çox belə şaşırdır. Yeni nəsil Galatasaray çox yaxşı gəlir, çox güclü gəlir. Frankfurta çıxdıqdan sonra məncə hətta biz danışırıq, amma hal-hazırda həm 3 oyun, 4 oyun 3 qələbə, son 3 oyunda qələbə
tək bu 3 oyun üzərindən baxsaq, mən deyərdim ki, Galatasaray 3-cü yerdə falan qurtarar da liqanı. Yəni o dərəcədə insana güvən verirlər. Çünki qarşıdakı rəqiblər də baxdıqda Monaco qalıb, daha sonrasında İndi Saint-Gillois ilə oynayacaq. hə, O dekabrdan yanvarda Dekabrdan yəni Atletico Madrid City'lər var. City'lər var, amma mən inanıram ki, Atletico Madriddən xalacaqlar və City'dən də əslində bəlkə araya salıb Guardiola zət eləyə bilər. Almaq olar. O Okan Buruk çox sevir Guardiola. Bir də ondan post çıxartmaq lazım. Bir də Qalatasarayın hal-hazırda elədiyi məsələ, yəni Türkiyə futbol tarixində əla heyətlər olub, amma bu heyətlərin heç biri fiziki cəhətdən güclü heyətlər deyildi. Ya da bu qədər atletik heyətlər deyildi. Yəni Qalatasarayın Avropada ən çox başarılı olduğu 2012-2013-cü illərdə Snyder, Selçuk fiziki ilə önə çıxan futbolçular deyil, ağlı ilə önə çıxan futbolçular idi. Burak Yılmaz, Drogba yaşlı bir Drogba idi. Ağıl məsələsi önəmli idi. Ya da 2008 Fenerbahçe də eyni şəkildə. Yəni Alex mükəmməl bir istedadı idi. Yəni David əla oyunçu idi. Yəni bunlar hamısı atletizmdən çox istedadla önə çıxan klublar idi. Bir də Sané barəsində bir kiçik danışaq. Sanénin bu yüksələn performansı barədə nə fikirləşsəniz, bir neçə ay öncə Nagelsmannın bir tənqidi var idi ki, o Türkiyə liqasına gedib ora liqa deyil, çox aşağıdır. Mən onu bir də milli komandaya çağırmayacağam. Və Sané milli komandaya çağırıldı. Növbəti oyunlarda Almaniya forması geyinəcək. İnşallah ki, daim olsun Almaniya forması. Və Nagelsmann bildirmişdi ki, həmçinin də o özünü sübut etməlidir, o özünü yenidən isbat etməlidir. Bəli. Və biz Frankfurt oyununda və ondan sonraki oyunlarda çox hiss eləmirdik ki, Sané özünü belə yoxlayır, özünü belə də isbat edir. Sané daha çox performansı aşağı idi həmin dövrlərdə. Və daha sonrasında ki, o Liverpool oyunundan bu yana gələrək və həmçinin də sən qeyd etmişdin ki, orada Okan Buruk və İlkay Gündoğan onunla birlikdə bir ailə yeməyi falan ediblər. Hətta Qalatasarayın idarə heyətindən bir Abdullah Kavukçu var. Sané ona Apo abi falan deyir. Yəni çox əla münasibətləri var. Bu oyunçular, sən tipli oyunçular elə oyunçulardır ki, onlara sən o gələk güvəni verəsən, onlara sən deyirsən ki, sən bizim komandanın əsas oyunçusu olacaqsan, biz sənə inanırıq, sənin istedadına belədir. Ona həmin o güvəni verdikdən sonra o partlayır və hal-hazırda görürük ki, Sané nə qədər çox faydalıdır və adi adamın məsələn baxdıqda uzaqdan zərbələri bir çoxu qol olmasa belə hər biri təhlükəli vəziyyət yaradır. Tamam. Ən azından qapıçılar, mən çox az görmüşəm ki, Sanénin vurduğu udarları, zərbələri qapıçı tutsun, saxlasın. Bir çoxunda qapıçı belə uzaqlaşdırır. Yəni ikinci top kimi də düşə bilər qabaqlarına. Çox uğurludur, çox yaxşıdır. Təki daimi olsun və bir də özünü zədələrdən qorusa çox super olar. Məncə bayağı bir fayda verəcək və Almaniya ilə çağırıldı. Almaniya qeyd etdiyi kimi həmin oyunlarda da ondan performansının çox yüksək olacağına inanıram və gözləyirəm. Tamam. Sanéyə də bu yüksələn performansı davam edilir inşallah. Həm Galatasaray həm Türk futboluna faydalı olar. Almaniya milli komandasını özü bilər, o bizə maraqlı deyil. Keçək Galatasaraydan Qarabağdan danışdıq. İndi Çempionlar Liqasının digər oyunları var. İzləmədə qalın. Davam edelim. Özümüzə yaxın olan belə klublarımızdan danışdıq. İndi biraz futbol zövqü barəsində danışaq. Liverpool Real oyununun haqqında danışaq. 2 dənə mərkəzi oyunumuz var idi yenə. PSG Bavariya və Liverpool Real. Birinci bu İngilis komandası ilə İspanların qarşıdurmasından başlayaq. Nə fikirləşirsən, Liverpool özünə gəldimi ümumiyyətlə? Ya da niyə gəldi Liverpool özünə? Hara gəlim, necə gəlim? Necə gəlim? Hara gəlim? Real elə bil yaxşı gedirdi. Barcelona da El Clasico-da uddu, amma Anfield'dan çıxa bilmədi. Nədir fikirlərin? Bu oyun biraz top klubların oyundan bir fərqli olur. Yəni zəif olanda belə top klub, o derbi dediyimiz oyunlar, top klub dediyimiz oyunlarda həmişə bir fərqlilik olur. Yəni burada komanda nə qədər zəif olmağının çox önəmi olmur. Liverpool da Real'ın bu tam belə top formada olmamağından deyək də istifadə edib. Əslində belə yaxşıdır. Mən sadəcə gözlədiyim, əslində nəticə olaraq gözləyirdim. Necə gözləyirdim? Yəni uda bilər deyirdim. Tamam. Amma Real'ın bu qədər pis oynayaraq uduzacağını heç düşünmürdüm. Heç bir şey eləmədilər oyun boyu demək. Hədsiz zəif oynadılar. Haqqına da uduzdular. Yəni həqiqətən Real Madrid oyunun heç bir anında belə kontrolu əlinə ala bilmədiyi, çox Liverpool nəzarət eləyirdi oyuna. Top Liverpoolda olmasa belə Liverpool bundan məmnun idi zaten. İstədiyi də oymuş kimi. Yəni oyun ən azından elə görünürdü. Bir də gələk Rəsulun bu düşmənlik bəslədiyi Liverpooldan qovdurmağa çalışdığı, onun yerinə Zidanı gətirdirməyə çalışdığı slot barədə danışaq. Rasul neysə slotla barışırsan bu oyundan sonra? Əsla barışmıram. Məncə bu Xavalonson birbaşa səhvlidir. Onun günahıdır. Təbii ki, slotun da öz payı var. Sadəcə mənə bir dənə maraqlı hadisə var ki, Xavalonson bildiyinizdə məşqə çıxarmadı komandanı ki, bəs orada 200-dən çox kamera var, ora bildiyimiz bir laboratoriyadır, bəs orada məşq keçməyəcək oyuncuların falan deyə açıqlamalar var idi. Nə dəyişdi ki, nə oldu? Çıxarmadan oyuncuları məşqə tutaq ki, nə dəyişdi? Uduzdun da axırda. Yəni
Bir yandan da düşünürəm ki, bəlkə Xavalan sözü Liverpoolun əfsanəsidir. Bəlkə ona görə də ürəyə gəlməyib, oynamayıb. Amma yəni Slotun oyunu çox qəribədir, bəli. Əslində müsbətdir ki, uddu. Real Madrid kimi bir klubu uddu. Amma Real Madrid udmaq istəmirdi onu. Real Madrid oraya getmişdi təbii ki, heç-heçəyə. Mən bir xanımı alım, gəlim evimə, oyuncuları yormayaq. Təbii ki, bu Realın düşüncəsi deyil. Yəni bu şəkildə belə səsləndirirəm. Amma yenə də Slot getməlidir. Və Slotun nöqtəsi qoyulacaqdı, vergül oldu prosta. İnşallah ki, 1-2 oyundan sonra tam olaraq nidasını qoyub sualla yola salalım. Bir də fiziki mübarizə çox yüksək səviyyədə idi. Yəni əslində Avropanın zirvəsindəki oyunları görməyə alışıq olduğumuz bir məsələdir və biraz məncə Slotdan kreditlərini verək bu oyunda. Ən önəmli elədiyi şey nə idi? Slotu uğurlu eləyən o mərkəz üçlüsü var idi. Gravenberch, McAllister, Szoboszlai. Şükür Allah ki, yenidən qayıtdı ora. Virtsi atdı kənara, yəni sol kənarda oynayırdı. Sağ müdafiədə Bradley-ni qoydu. Və Bradley Vinicius'u məhv elədi. Bradley oyunun axırına qədər çox əfsanə oynadı. Əsasən cinah oyuncularını tərəfləməyə Ergün xoş deyir. Amma Bradley elə oyunçudur ki, yəni mən də həqiqətən çox heyran oldum. Adam bir dəfə də çaşmadı. Yəni Vinicius kimi belə driblingdə usta olan bir oyunçuya qarşı heç belə boşluq buraxmadı ki, Vinicius istifadə eləsin. Hətta Vinicius bir neçə dəfə oldu ki, adam gördü ki, artıq o girən kol deyil də belə başlamış tipik dağdan pasla falan oynamağa. Çox gözəl idi, çox əfsanə idi. Bir də Szoboszlai özəlində biraz danışmaq istəyirəm. Deməli gün Szoboszlai hətta cərimədən assistini də elədi və oyun içərisində çox əla zərbələrlə də yoxlayırdı. Zaten ən böyük silahı onun zərbələridir də. Səncə Szoboszlai ümumiyyətlə, yəni ən öz mövqeyində də oynayanlardan arasında ən yaxşı cərimə elində standart vəziyyət yerinə yetirən 5 oyuncudan biridirmi hal-hazırda dünya üzərində? Çünki çox əla standart vəziyyətlər yerinə yetirir. Yəni bunu sadəcə cərimə kimi düşünmə də, ikinci zərbələri də buna aid ola bilər. Ən yaxşı 5 nəfərdən biridir bilmirəm. İndi hal-hazırda xatırlamağa çalışıram belə sürətli formada maksimum çox adam yadıma düşmür. Amma hə, ilk ona dəqiq girə. Çünki həm məsələn cərimə zərbələrin birbaşa zərbələri adam inanılmazdır, çox dəqiq. Uzaqdan zərbələr çox dəqiq. Arsenal'a vurduğu gol yadındadır da. Çox qəşəngdir. Yəni bu insan və bir var fırladasan topu məsələn də bu texnik tərəf olar. Bu adamın zərbəsi güclüdür, görünmür. Topsa görünmür. Hardan gəldi vurur gedir qapıya gedir. Hətta onun Türkiyəyə vurduğu gol var idi bir neçə il. Uğurcana. 30 milyon. Onda sayılmır. İnanılmaz bir gol idi məsələn. O gol yəni heç normal bir gol deyildi də. Bəs bu yazığı niyə sağ cinahda oynadılar? O niyə öz yerinə O oynatmadılar? səhv idi, həqiqətən səhv idi. Hətta mən o bizim bölüm var ya, Liverpool lanetinin başladığı bölüm var ya, Crystal Palace-da. Orada da mən demişdim, Conor Bradley, yəni zaten Trent'dən sonra o oynuyordu, belə zameni oydu da. Yəni oynatmalıydı onu. Szoboszlai heç ehtiyac yox idi. Yəni orada heç ehtiyac yox idi. Biraz məncə Szoboszlai'nin şey üçün oynadı. Yəni Virtsi də oynadı, Ekitike'ni də oynadı. Qapısı da olsun. Amma 11 nəfər limiti var. Tort olsun, tortun üstündə şort 14 olsun. nəfərdən oynayamazsa. Yəni Szoboszlai çox underrated oyunçudur. Əla oyunçudur. Onu öz mövqeyində oynatmaq lazımdır və nəticədə alır. Okey, indikilərdən ağlına gəlmir, bəs şey düşünək də keçmişdə nostaljik olaraq duyğulara baxsaq da ən yaxşı standart vəziyyət yerinə yetirən futbolçular deyəndə kim gəlir ağlıma? Məncə hamının aklına Beckham gəlir. Beckham gəlir. Mənim ağlıma Beckham gəlmir. Mənim də ağlıma Beckham gəlir. Niyə Beckham gəlir? Necə Beckham gəlmir? Beckham topu... Məncə cərimə deyəndə ağlımıza ilk o Lyondakı Braziliyalılar Juninho. Mən standart ümumi götürdüm, corner falan belə dəqiqlik məsələsi. Onlara Məsələn Pirlo məncə Beckhamdan üstün idi. Adam yəni Beckham əfsanə idi. Beckham asmaları mən birazcık tərəfdən baxıram. Əsasən kəlləlik vursun kimsə. Beckham sırf topu başına vururdu, girirdi qolda, elə ötürürdü Beckham. Pirlo Inzaghi'nin bir dənə qolu var Çempionlar Liqasında. Topu vurur Inzaghi deyir, gol olur. Inzaghi adına gol yazır. Adam göləyə düşünür ki, gəl Inzaghi ayağına vurur. Dostlar, siz də yazın, bəs kim sizin ağlınıza gəlir? Cərimə zərbələrini çox yaxşı yerinə yetirən, bir də standart vəziyyətlərdən iz oynayan futbolçulardan ağlınıza kim gəlir? Rəylərdə görüşək. Bu arada mən çox kiçik bir sən sual verəcəm bu dəfə. Marcel Atalanta oyunu ilə bağlı ki, Lukman'a Florian suyu lazımdırmı? Deyil. Xeyr, mən istəmirəm Lukmanı. Lukman, yəni bu qədər problemli oyunçu, tam Galatasaray Florian fizioterapiya oyunu. Floroterapiya. Tamam. Florian reabilitasiya mərkəzində yəni bu qədər xəstə düzəlir, amma Lukman onlardan deyil.
Liverpool Real oyunundan danışdıq. Keçək mükəmməl digər oyunumuza, Bavariya PSG oyununa. Sən Bavariya PSG oyununda demişdin də ki, Bavariya həll eləyəcək. Bilir də. Mən demişdim yeyəcək. Elə də oldu. Bavariya 16-da 16 elədir Rəsul. Sən verdiyin statistika davam eləyir. Bəli, Nə halal. fikirləşsən bu oyun özəlini? Çox möhtəşəm şəkildə oynadılar və burada kompaniyyanın bir məşqçisi kimi necə zirvəyə qalxdığını izləyirik. Adam Gedir, gedir. keçən ilin ən yaxşı məşqçisi seçilmiş Luis Enrique-ni həm 10 nəfər, həm 11 nəfərlə utdu, həm də biri isə 10 nəfərlə utdu. Və burada da Enrique artist qalxıb yuxarıdan izləyir oyunu. O bilirsiniz də badminton oyunundan əsinlənərək qeyd edir ki, yuxarıdan izləmək daha yaxşıdır. Bu oyuna da elə idi. Elə ki 2-0 oldu, 2 dənə vurdular. Düşdü gəldi aşağıya. İkinci tərəfi gəldi aşağıdan izlədi. Artistlik lazım deyil. Və burada diqqətimi çəkən bir şey də oldu ki, adamlar düşünmədilər ki, biz Bavariyayıq. Bizə vaxt uzatmaq, bizə topu öldürmək, tempo öldürmək yaraşmaz düşüncəsində olmadılar. Adamlar yəni 10 nəfərlə ikinci taymda, hətta Neuer də ona görə sarı kart aldı. Adamlar mümkün qədər tempo aşağı saldılar və oyunu öz istədikləri tərəfə çəkdilər və vaxtı çox uzatdılar. Dəhşətli şəkildə, yəni adamlar korner olur, ala 1 saata gəlib başlayırlar. Topu atıb Neuer kimi bir oyunçu da, yəni adam düşünür ki, sən tarixin ən güclü qapıçısısan, tarixdə iz qoymuş qapıçısan. Adam yəni vaxt öldürdüyünə görə ona sarı kart verirlər və burada hakimi də çox alqışlayıram ki, adam baxmadı ki, qarşındakı Neuerdir, tarixin ən yaxşı qapıçısıdır bəlkə də. Adama çıxartdı sarı kartı verdi ki, vaxt uzatmadan kişi oldu ki, oyununuzu oynayın. Və həqiqətən də halaldır. Burada Dembele zədələnməsi biraz pis oldu PSG tərəfdən, amma mən bildirmişdim ki, onlar yeyəcəklər və gördüyünüz kimi də yedilər. Luis Diaz başlarına oyun açdı və hakimidən də intiqamını aldı Musiala'nın. Bildiyiniz belə qondu hakimiyə və halal olsun. Və burada Marquinhos bildirdi ki, niyə görə bu karyerası boyunca PSG-də olub. Bu niyə görə Real'da oynamayıb? Bu niyə görə Barcelona'da oynamayıb? Sənin professional və ən təcrübəli adamsan da heyətdə. Sən o səhvi eləməməlisən də. O nə səhv deyilirsən sən ki, gəlir uşaq, dünənin uşağı Kakoyta, Luis Suarez neydi? Luis Diaz, gəl sən qabağından top götürür. Bu söyüşdür. Bu yəni ağır bir şeydir. Bu necə özünə sığışdı? Yəni kişilik olsa özünü öldürər olur. Birbaşa oyunu sındırdı o bildiyi. Yəni həqiqətən mən baxırdım oyuna və Bavariya azarkeş tərəfdən baxırdım ki, onu amma özüm əsəbləşdim ki, mən Luis Enrique olsam çıxardıb soxaram bunu meydanın ortasına. O da səhv deyilsənsə. Həqiqətən bir abırçılar. Ara getdi bu rəylər, ara getdi Allah. Çox enerjik bir bombardımanı attı Rəsul bura. Oyuna Bavariyanın uğurlarından, Bavariyanın müsbət şeylərindən çox danışdıq. Səndən xahiş eləyək biraz məğlub tərəfdən. Luis Diaz əla qollar vurdu bu arada. Yəni özəllə Marquinhos'un səhvi, həqiqətən yəni televizor başında və stadionda izləyənlər utandılar məncə. Bütün Bavariya azarkeşləri də utandı ki, yəni bu nə səhv deyilsən. Da Marquinhos'a hörmətimiz çoxdur. Mən sənə çox qatılmıram, yəni niyə PSG-də qalmağın açıqlaması idi falan. Məncə yox, amma böyük səhv idi. Hər halda böyük səhv idi. Kapitandan bəri səhv gələndə biraz daha adamın xətrinə dəyirdi deyək. Luis Diaz'ın hakimi elədiyi hərəkət yəni çox necə deyək, o sanki şey idi, belə həvəskar bir futbolçunun eləyəcəyi bir hərəkət idi. Yəni o artıq keçib. Hələ kompaniyada bir şey yoxdur falan deyil. Mən bir də ona çox əsəbləşdim. Öldü adam orada, hamı gördü ki, öldü. Ağlayır. Ölməyib də onu deyir yəni. Bir də artıq belə deyək də bir mövsümdə uğurlu olan bir komandanın növbəti mövsümdə də uğurunu davam etdirməsi artıq mümkünsüzdürmü müasir futbolda? Çünki bütün tökülür ya komanda, bütün futbolçular zədələnir ya. Yəni bundan əvvəlki Playmaker-da danışmışdıq. Yəni bu zədəli futbolçu məsələləri çox aktual olub artıq. Bir komandanın sonradan uğursuz olmağı, yəni uğurlu bir komandanın növbəti uğursuz olmağı əslində iki məsələdən bağlı olur. Biraz mental olur. Çünki biraz uğura doymuşduq o komandada bəzən. Oyunçular, yəni oyunçuya görə dəyişir də belə deyək. Bu fərq edir. Məsələn Dembele qazana biləcəyi heç xəyali belə olmayan şey qazandı, Ballon d'Or qazandı. Mən indən sonra Dembele'dən o qədər yəni yüksək performanslı oyun gözləmirəm də. Tamam, yaxşı oyunçu olacaq, amma heç vaxt yəni keçən il kimi olmayacaq böyük ehtimal. Bir də zədə məsələsi oyun sayı həddindən artıq çoxdur. Bu arada həmişə yazırlar ki, məsələn 30 milyon qazanır, çıxsın oynasın da. Amma yəni futbol belə bir oyun deyil. Bunu məsələn futzalda deyə bilərsən, bəlkə də oyun müddəti azdır, o qədər çox qaçmırsan falan. Futbolda bunu deyə bilməzsən. Bir adam 10 kilometr qaçır, məşqi var, 3 gündən bir oyun cidden çətindir yəni. Tamam çox qazanır, amma yəni bu robot deyildi, bu insandır. Ona görə zədə məsələsi yəni
oyunun çoxluğu belə deyək, zədəmə məsələsinə gətirib çıxarır. Yəni, bu zədədə həm oyunun belə zövqünü azaldır bir tərəfdən, həm də yəni, belə nəticələr gətirib çıxarır ki, bir komanda maksimum yüklənir, sonra da axırı belə olur. İndi PSG-də vəziyyət nə olacaq? Yəni, qarşıdakı oyunlarda hakimin yerində kim oynayacaq falan bilinmir. O da üstündə duedə keçən həftə getdi. Duedə uzun müddətli getdi. Dembele zədəsini təkrarladı. Böyük ehtimal onda bir ay çəkəcək. Yəni bu da ciddi məsələlərdir. Qabaqdan indi gəlir. Millətlər, yəni çempionat oyunları gəlir ölkələrdə. Ən sevimli liqamız yəni. Hə, onlar gəlir. Orada da 1-2 nəfər zədələnsə, PSG-də oyunçu yoxdur. Bir zaman vakansiya açacaqlar ki, 3-4 oyunluq oyunçu lazım. Gedərik. Sənin fikirlərin necədir Rəsul bu bir komandaların belə deyim də davamçılıqla dominant ola bilməməsi barəsində? Burada yenə də Elgünə qeyd etdiyi kimi qələbəyə doymuşduq da. Mən buna əsasən nədə həmişə fikir verirdim? Dünya çempionatlarında. 2006-cı ildə dünya çempionu olmuş İtaliya 2010-da qrupda qaldı. 2010-da çempion olmuş İspaniya 2014-də qrupda qaldı. 14-də çempion olmuş Almaniya 18-də qrupda qaldı. Bir dənə Fransa idi ki, çıxdı qrupdan. O da ki, da möhtəşəm şəkildə onların belə nəsilləri arzu olaraq gəlirdi oyuncular. Heyətləri çox əla idi. Yenilənir Heyətləri çox yenilənir. Afrika rezervi vardı onların. Bu əslində bəli tanış bir situasiyadır və bu şəkildə Dembele'nin də performansı düşdü və ümumi komandandı və Luis Enrique'də də bu var. Luis Enrique də 2015-də, 2014-15 mövsümündə Barcelona'da triple edəndən sonraki mövsüm biabırçılıq idi. Ardıcıl uduzdular. Ya ondan sonra zaten mən onu həmişə deyirəm ki, o bir mövsüm uğurlu olsa, növbəti mövsüm nəsə özündən bir xülyalar çıxardır və o da onun sonunu gəlir. Ümid edək ki, belə olmayacaq, özünə gələcək inşallah ki. Amma təsirini gördük meydanda. Luis Enrique'nin tək mövsümlük məşqçi olmasını gərəkdiyini düşünürsən? Yox, uğur qazandığı ilə qədər qalsın. Tutaq ki, 10 il qalsın, 10 ilin sonunda uğur qazandısa göndərmək lazımdır. Elə bir məşqçi. Bir il gəldi, uğurlu oldu. Sağ ol. Sağ ol, getsin. Tamam. Doymuşluq barəsində danışırsınız, amma məsələn belə bir şey var da, Manchester City doymurdu, Real Madrid doymurdu. Niyə ola davam edirdilər? Guardiola doyurdu da amma. Məsələn Barcelona'da doydu da adam uğurlara. City'də də görünür ki, City'də doymamışdı, amma yəni davamçılıqlı Premier Liqalar alırdı. Tam Çempion Liqası danışsaq Real aldı dalbada. Onlar doymamışdılar. Eyni futbolçular. Orada məncə söhbəti artıq böyük klub, eynən böyük klub mentalitəsi, winnerli söhbəti gəlir. Məsələn, Real'ın winnerliyi də orada məsələ. Real 50 il qazansa dalbada 51-ci il yenə axıra kimi oynayacaq ki, belə udsun da. Guardiola mən də çempionluq qazandı, tez qazandı. Çempionluq qazandan sonra düşdü belə. City ondan sonra düşməyə başladı. Guardiola orada da 2-ci ilində atıram qazansaydı Çempionlar Liqasını, böyük ehtimal orada da yəni orada həmin qazandığı ildə 2 il sonra yenə düşəcəkdi. Məncə biraz onunla bağlıdır. Tamam, təşəkkür edirəm fikirləriniz üçün. İzləyicilərdən xahiş edirəm yazsınlar. Sizcə bu zədələrin axırı nə olacaq? Bu uğurlu mövsümlər dominant komandalar gətirəcəkmi bundan sonraki illərdə? Oyun sayı həqiqətən çoxdur sizin fikrinizcə? Rəylərdə görüşək dostlar. Bu günlük də bizdən bu qədər. Əla mövzulardan danışdıq. Sizdən də fikirlərinizi istəyirik. Qarabağa təşəkkür edirik bir daha. Çempion Liqasında maraqlı oyunlar izlədik. Bundan sonra milli fasiləmiz olacaq. Milli fasilədə biz də fasilə verək. Milli fasilədən sonra yenidən Çempion Liqası oyunları ilə Playmaker-a qayıdacağıq. Amma bizi Instagramdan, TikTokdan izləməyə davam edin. Orada da maraqlı paylaşımlarımız davam edir dostlar. Təşəkkür edirəm fikirləriniz üçün. Bir daha Zəfər Bayramı münasibətilə ölkəmizi, xalqımızı təbrik edirik və şəhidlərimizi yad edirik. Özünüzlə müğayət olun. Görüşərik.